Yerli özünü idarə seçkilərinə 2 həftədən çox müddət qalıb. Bizim çəkiliş qrupumuz Marneoli munisipatetində seçki qabağı vəziyyətin necə olduğu ilə maraqlandı. Məlum oldu ki, indiki mərhələdə təşəbbüs qruplarından ümumilikdə 11 namizəd qeydiyyatdan keçib. Majoritarların sayı isə 83 nəfərdir. Qeyd olunan məsələ ilə bağlı Marneoli seçki dairə komissiyasının rəhbər müavini ilə söhbətləşdik. Marneolidə hal-hazırda 10 təşəbbüs qrupu qeydiyyat olunub. Bunlardan 7-ci və 14-cü seçki dairələrinin təşəbbüs qruplarında 2 nəfər öz namizədliyini irəli sürüb. Təşəbbüs qrupları ilə birgə ümumilikdə 83 namizədlik irəli sürülüb. 10 partiya seçkilərdə iştirak edir. Onlardan birindən başqa 9-u qeydiyyat olunub. Biri Gələcək Gürcüstan partiyası qeydiyyatdan keçmədi, çünki lazımi sənədləri təqdim etmədilər. Bizim çəkiliş qrupumuz tamaşaçıları Alget kəndinin 3-cü seçki dairəsindən təşəbbüs qruplarından birinin nümayəndəsi ilə tanış edəcək. Mən hal-hazırki Sakrebulu rəhbəri qərar verdim ki, seçkilərdə 21-ci dairənin 3-cü məntəqəsindən Alget ərazi birliyinin təşəbbüs qrupundan majoritar deputat olaraq iştirak edim. Mən sərbəst deputat olaraq seçkidə iştirak edəcəm. 4 ildir ki, Sakrebulo sədriyəm və ölkəmə rayonuma xidmət edirəm. Gələcəkdə bu seçkilərdə qələbə çalmağa hazırlaşıram. Mənim Algeti Görarxı əhalisinə böyük ümidim var. İnanıram ki, Alget əhalisi öz düzgün seçimini edəcək və mənə səs verəcəklər. Mən onların dəstəyinə inanıram. Mən seçkilərdə şəxsi nömrəm olaraq 42 nömrəsi ilə iştirak edəcəm. Alget əhalisinə müraciət edirəm ki, mənə səs versinlər və mən yerli özünü idarə seçkilərində qalib gəlim. Marneoli munisipatetində 10-a qədər partiya seçkilərdə qələbə çalmaq üçün mübarizə aparacaq. Çəkiliş qrupumuz hər bir partiyanın rəhbəri ilə söhbətləşməyə cəhd göstərdi. Partiyaların siyasi isə belədir. Parlamentdən kənar müxalifət, Nino Burcanadze Vahid müxalifət, Gürcüstanın hərbi veteranlar və vətənpərvərlər siyasi hərəkatı, Vahid Milli Hərəkat, Gürcü Arzusu, Gürcüstanın vətənpərvərlər birliyi və Kostava ittifaqı. Bilirsiniz ki, iyunun 15-də yerli özünü idarə seçkiləri baş tutacaq. Bu tək bizim rayon üçün deyil, bütün Gürcüstan üçün əhəmiyyətlidir. Hakimiyyət partiyası Gürcü Arzusu seçicilərə, əhalimizə imkan verib ki, öz rayonlarının yerli özünü idarə rəhbərinin kimi olacağını seçsinlər. Gürcü Arzusu namizəd olaraq Mirab Topçuşvilini təqdim edib. Əgər bu seçkilərdə əhali onu dəstəkləyərsə, rayonumuz üçün önəmli olan bir çox işlər həyata keçirəcək. Mən Gürcü Arzusu partiyasının rəhbəri və qərargahının rəhbər vəzifəsini icra edən şəxs kimi qeyd edim ki, əhali ilə görüşlərimiz planlaşdırılır. Faktiki olaraq artıq bəzi görüşlərə başlamışıq. Bugün rayon əhalisi, eləcə də bazarda ticarətlə məşğul olan sakinlərlə görüşdük. Sabah Seriteli Sakrebulosunda, Saymerlo və Bəylər kəndlərində görüşlərimiz olacaq. Mütləq bütün əhali ilə görüşlərimiz olacaq və öz proqramımızı əhaliyə təqdim edəcəyik. Gürcü Arzusunun qələbə çalmaq şansı çoxdur, çünki biz rayonu narahat edən problemlərin həlli üçün çalışırıq. Kampaniyalara artıq başlanılıb. Əhali ilə görüşlərimiz öz təşəbbüsümüz əsasında olur. Sabahdan artıq proqramla görüşlərə başlayırıq. Ayın 31-dən başlayırıq və ilk görüşümüz Qızıl Hacılı kəndində olacaq. 10 gün bizim kəndlərdə görüşümüz baş tutacaq. Bir kənddə yəqin ki 3 yerdə ən azı görüşlər olacaq. Buna artıq majoritarlar qərar verməlidir. Öz namizədimizi Rəşid Məmmədovu əhaliyə təqdim edəcəyik. Nino xanımın gəlişini də planlaşdırırıq. Bu yəqin ki ayın ya 9-u ya da 10-unda olacaq. Əlbəttə ki, görüşlərdə proqramımız təqdim olunmalıdır. Biz qalib gələriksə əhaliyə nələri vəd veririk, bunu bildirməliyik. Bizim partiya 1990-cı ildə yaradılıb. Marneolidə bugün ən yaşlı partiyadır. Hər səviyyədə seçkilərdə, yerli parlament, prezident seçkilərində iştirak edirik. Yerli özünü idarə seçkilərində 15 nəfərlik siyahımız var. Üzvlərimiz arasında xanımlar və gənclər də yer alır. İndiki mərhələdə biz maddi cəhətdən çox məhduduq, amma buna baxmayaraq yenə də görüşlər keçiririk. Biz Marneolilərə yalnız onu təklif edirik ki, qələbə çalacağımız halda onların hüquqları müdafiə olunacaq. Qalib gələcəyimizə ümidimiz böyükdür. Bizim seçkilərdə iştirak etdiyimiz partiya 2014-cü ildə qeydiyyat olunub. David Tarxan Moğurav Gürcüstanın Vətənpərvərlər Birliyi adlanır və seçkilərdə 8 nömrə ilə iştirak edəcək. Partiyamızın 5 bəndlik bütün Gürcüstan miqyasında proqramı var. Yeni partiya olmağımıza baxmayaraq əhali ilə görüşlər keçiririk və 5 bəndlik proqramımızı təqdim edirik. Görüşlərimizi davam etdirəcəyik. Seçki qabağı dövrdə hər bir küçəyə getmək üçün də çalışacağıq.
Qeyd edim ki, Milli Hərəkat Partiyası özünün seçki qabağı kampaniyalarına aktiv olaraq artıq başlayıb. Artıq bukletlər, plakatlar şəklində agitasiya materialımız əlimizdədir. Sabahdan artıq bukletlərin paylanmasına başlayacağıq. Əhali ilə görüşləri artıq başlamışıq. Dünən Qasımlı, Kəpənəkçi və Çop sakinləri ilə görüşdük. Planımızda var ki, munisipalitetdə bütün kəndlərə gedək. Bizim partiya 6 il ərzində hakimiyyətdə idi və Marneolidə bir çox layihələr həyata keçirib. Qələbə çalacağımız halda biz əhaliyə vəd veririk ki, yarıda qalan infrastruktura layihələrini başa çatdıracağıq. Nəzərimizdə təbii qazla təmin olunma yolların çəkilməsi, suvarma və içməli su problemi kimi məsələlər var. Biz əhali ilə görüşəndə onların özündən də problemlərini dinləyirik. Hər kəndin özünə məxsus problemi var. Çalışacağıq hər tərəfli əhaliyə dəstək olaq. Bizim çəkiliş qrupumuz Marneoli küçələrində əhalinin seçkilərdə iştirak edəcək partiyaları nə dərəcədə tanıması haqda sorğuda apardı. Burcanadzenin, Milli Hərəkatın və İvanişvilinin partiyasını tanıyıram. Mən partiyalardan Gürcü Arsunu tanıyıram. İvanişvilinin partiyası var, Saakashvilinin partiyası var. Ben bunları tanıyıram. Oçneva, Naçalan Modrova, Alyansı bilirəm. Bilməm, mən partiyalarına maraqlanmıram. Yerli özünü idarədə qüvvələrin necə bölünəcəyi, hansı partiyanın seçkilərdə qalib gələcəyi 15 iyun tarixində məlum olacaq.